Bəzən kiçik bir söz, diqqətsiz davranış və ya anlaşılmazlıq bəzi insanların dərhal inciməsinə səbəb olur. Astroloqlar hesab edirlər ki, bəzi bürclər emosional həssaslıqları səbəbindən daha tez küsür və bunu uzun müddət unutmurlar. Astroloji yanaşmalara əsasən aşağıdakı bürclər daha küçəyən xarakterləri ilə seçilir. Xərçəng bürcü emosional və həssas təbiəti ilə tanınır. Yaxınlarından gözlədiyi diqqəti görmədikdə və ya sərt söz eşitdikdə bunu uzun müddət ürəyinə sala bilir. Çox vaxt incikliyini açıq şəkildə bildirməsə də davranışları ilə bunu hiss etdirir. Əqrəblər xəyanəti və hörmətsizliyi asanlıqla bağışlamırlar. Onlar küsdükdə bunu unutmaqda çətinlik çəkirlər və etibarları sarsıldıqda əvvəlki münasibətə qayıtmaları asan olmur. Balıqlar ən həssas bürclərdən hesab olunur. Tənqidi və ya laqeyd münasibəti şəxsi qəbul edə bilirlər. Onlar tez incisələr də qarşı tərəfdən səmimi münasibət gördükdə barışmağa meyl edirlər. Buğa bürcü səbirli olsa da müəyyən həddi keçdikdən sonra küsməsi uzun çəkə bilər. Onlar prinsiplərinə önəm verir və haqsızlığa məruz qaldıqlarını düşündükdə münasibətlərdə məsafə saxlamağa üstünlük verirlər. Qız bürcü hər şeyi incəliklə analiz edir. Bəzən adi görünən bir söz və ya davranış belə uzun müddət düşünərək inciyə bilər. Hisslərini açıq ifadə etməsələr də narazılıqları davranışlarında özünü göstərir. Qeyd edək ki, astrologiya elmi baxımdan təsdiqlənmiş sahə deyil və bu cür xarakter xüsusiyyətləri hər bir insana fərdi şəkildə aid olmaya bilər. İnsanların davranışı təkcə bürcdən deyil, şəxsiyyətindən, tərbiyəsindən və həyat təcrübəsindən də asılıdır.